Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Vətəndaşların Xırdalan şəhərindən paytaxtın 20 yanvar metro stansiyası istiqamətinə sürətli və rahat gedişini təmin etmək məqsədilə oktyabrın 17-dən Y2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq. Xəbər verilir ki, bu barədə aydın məlumat yayıb. Bildirilib ki, Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sükanal İdarəsi, Heydərli prospektindəki AAF və Kristal Abşeron yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, 20 yanvar metro stansiyası və Rövşən Cəfərov küçəsi 3-cü mikrorayon dairəsi təyin edilir. Qeyd olunan istiqamətli avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 60 qəpik müəyyən edilir. Xeyirli olsun.